Azərbaycanda taxıl sahələrinin 86%-də biçin yekunlaşıb. İndiyədək sahələrdən 2,9 milyon tona yaxın məhsul yığılıb. Bununla da respublikada taxıl biçini yekun mərhələyə keçib. Kənd Təsərrüfatı Naziri yanında taxıl biçini ilə əlaqədar yaradılmış mərkəzi qərargahın operativ məlumatına görə iyulun 21-nədək mövsüm ərzində 827.625 hektar sahədə biçin aparılıb. Bu sahələrdən 3 milyon tona yaxın məhsul əldə olunub. Hazırda taxıl üzrə orta məhsuldarlıq hər hektardan orta hesabla 3480 kiloqram məhsul yığılıb ki, bu da ötən ilin eyni dövrünə müqayisədə hektara 1,7 sentner çoxdur. İndiyədək mexanizatorlar tərəfindən 365.154 hektar buğda, 462.471 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1.371.200 ton buğda, 1 milyon tondan çox arpa yığılıb. Arpa tez yetişdiyi üçün biçini də buğdaya nisbətən daha tez yekunlaşır. Odur ki, arpa sahələrinin artıq 92,1% biçilib. Buğda sahələrinin 79,4%-də isə biçin yekunlaşıb. Əldə olunan nəticələrə görə buğdanın məhsuldarlığı arpadan yüksək olub. Bundan əlavə artıq 17 rayonda Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəllabad, Kürdəmir, Yevlax, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Naftalan, Göyçay, Tərtər, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb. Respublikanın 16 rayonunda Ağsu, Ağdam, Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Goranboy, İmişli, Qazax, Qəbələ, Zərdab, Saatlı, Samux, Siyəzən, Şəki rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir. Respublika üzrə biçin prosesinin optimal müddətdə yekunlaşması planlaşdırılır.